Aydın bu günlər ümumiyyətcə bizə başa salacaq ki, THC coin necə girib almaq. Aydın buyur. Aa, Salam qaqalar. Salam qaqalar. Nars. Salam nə? nars. Dostlar, bu günləri biz coin'i artıq buraxmışıq. Hal-hazırda bazarda alqı-satqı eləmək olar. Məsləhət görürəm daşı alqı-satqı eləməyi bizim coin'i. Prosta bu günləri indi prosesi göstərmək istəyirik ki, necə girib rahat şəkildə, loru şəklində başa düşməyiniz tərəfindən, yəni biz başa salmağa çalışacağıq ki, necə rahat girib almaq olar. Düzdür, biraz qəliz söhbətdir. Amma ki, bu qəliz söhbəti eləməyə dəyər, çünki sabahsı günü siz gəlirdə olacaqsınız inşallah. Allahın izni ilə. Ya Əli, ya Məhəmməd, başlayaq inşallah. Mətə deyirdi? Allah, Məhəmməd, Ya Əli. Əli. Uşaqlar, yəni məsləhət nə görürəm? Məsləhət odur ki, onu oyunu alasınız və bir müddət satmayasınız. Yəni biz istəyərdik ki, bu yəni bir şürs deyil, bir şey deyil. Yəni burada day trading eləməyin heç bir mənası yoxdur da. Yəni məsləhət odur ki, qaqalar, alırsınız bunu, saxlayırsınız kaşlokunuzda, MetaMask'da, Maga dediyi kimi keçən videomuzda soyuq kaşloklardan istifadə olunur. Yəni ən güvənlisi MetaMask'dır. Yəni məsləhət görür MetaMask'da saxlayasınız. Belə. Yəni alırsınız, məsləhət odur ki, saxlayasınız. Yəni siz saxladıqca, yəni satmadıqca bunun qiyməti qalxır. Yəni bir gün aldınız, səhərsi gün satdınız, yəni bir günün içində bu həm çox qazanmayasınız oradan, həm də ki qiymət düşür, yəni davamiyyət olmur da burada. Ən yaxşısı alırsınız, uzun müddət saxlayırsınız. Yəni sizi kimi də digərləri alır, qiyməti qaldırır. Yəni qiymət qalxdıqca sonra daha baha qiymətdən sata bilərsiniz. Yəni belə. İndi bizim coin PancakeSwap'dadır. Yəni oradan alırsınız. BNB ilə barter olunur. Yəni belə deyək, almalısınız birinci BNB-ni. Pancake indi gözlə, buranı kəsərsən, şey eləyək. Usta keçək indi göstəriş bölümünə, yəni göstərək ki, necə almaq olar. Keçirik ən birinci növbədə girdik hamımızın tanıdığı Binance-a, Binance-a keçirik burada öz akkauntumuza. Akkaunt'a keçdik. Akkaunt'a keçəndən sonra buradan giririk kripto almalı. Siz bunu əgər başınız sıxırsa özünüz P2P ilə də ala bilərsiniz. Yəni əgər biraz anlayışınız varsa, anlayışınız yoxdursa da yəni qısaca YouTube-da girib P2P necə aldılar, yəni yazıb baxmaq olar. Yəni 2 dəqiqəlik bir şeydir. Yəni qısaca burada Binance akkauntunuza BNB alırsınız. BNB, yəni Binance-ın coinini. Elon Musk'ın ən sevdiyi coinini alırsınız. Prosta burada belə bir söhbət var. Bizdə elə məsələdir ki, əgər məsəl üçün Binance-ın özündən almaq istəyirsə də minimum sizdən istəyəcək 35 manat. P2P ilə isə biraz daha az miqdarda da ala bilərsiniz. Amma belə rahatdır, belə daha rahatdır. Yəni fərqi də deyim, P2P ilə siz digər insanlardan alsınız. Yəni məsələn, mən P2P-də Magaya zapros göndərirəm. Maga məsələn zakaz qoyur ora, order qoyur ki, mən filan qədər BNB satıram. Mən də elə bil Magadan alıram. Maga kartına pul köçürdürəm, screenshot-u atıram Magaya. Maga da mənə köçürdür BNB. Yəni YouTube-da əslində çətin bir şey yoxdur. Yəni videoda onu göstərsək çox uzun olar. Yəni bir dəqiqəlik bir şey. YouTube-da yazsaz bir dənə shortsla yəni onu başa düşə bilərsiniz. O yəni daha sərfəli olar, amma yəni ən asan yolu budur. Girib Binance-ın özündən birbaşa Binance-dan BNB almaq. Burada da bir nüans var ki, minimal 35 manatdan ala bilirsiniz. Deməli, keçdik bura, yazdıq məsəl üçün istədiyimiz məbləği, məsəl 35 manatdan almaq istədim, bura 35 manat yazsınız, məsəl üçün 100 manatdan almaq istəyirsə də yazsınız, burada 100 manat, 100 manata bu qədər BNB düşür. Tutaq ki, yazdıq, 35 manat. 35 manatlıq add the card yazırıq, new card. New card-a girəndən sonra kartın burada detallarını yazırıq. Nə bilim, koddu, moddu, caddı, cuddu, adın zadın. Yazdım, buradan BNB-ni aldın. Buradan BNB-ni alandan sonra keçirsən bizim sayta, bizim Crypto Hustle saytına keçdin. Join-də hustle edə bilərsən, qeydiyyatdan keçə bilərsən. Biz buradayıq lüt şəklində. Lüt niyə? Lüt bu bir göstəricidir ki, biz heç kimdən çəkinmirik. Biz daha lüt vəziyyətdə hazırıq ekrana çıxmağa. İndi hal-hazırda forumda deyilik, amma ki, yavaş-yavaş düzələcək. Streamlərin vaxtıdır. Parantez keçək, hələ oranı düzəltməmişik. Burada basırıq buy hustle coin. Yəni hustle coin-u al, hustle coin-a sox. Keçdik bura. Bura keçəndən sonra burada bizim adresimiz var. Hansı ki, baxın burada sağda yuxarıda keçirik bura. Wallet-a basırıq. Yəni PancakeSwap-da da qeydiyyatdan keçmək lazımdır. Bəli, qeydiyyatdan keçirsiniz. Ondan sonra sağda yuxarıda belə bir wallet yazılıbdır. Wallet-a keçdikdən sonra baxın burada kod var. Bu kodu kopitləyirsiz. Böyründə belə znaçok var. Znaçoka basın, kopitlədin. Copy-ed. Copy-ed-ə bastın, gəldin
gəldin Binance-a. Binance Binance keçirsən. Binance keçəndən sonra qardaşım, burada var göndərmək. Yox, Ay Harry sana. aha, göndərmək. Burada artıq bu dediyin ingiliscəsindən axır. Burada artıq adres. Məsələn, gəlir burada sən öz binasından başqa yerə məsəl üçün pul göndərməyin üçündür. Sən oradan götürdün, buradan götürdün bu linki kopyaləyirsən, yazırsan adres. Bu VC adres. Yazırsan burada kopyaləyirsən, bura atırsan. Seçi də məsəl üçün seçə bilərsən, fərqi yoxdur. Seç onun üçündür ki, sən tranzaksiyanı tezləşdirsin, gecləşdirsin. Yəni məsəl üçün Tron olsun, Ethereum seçə olsun. Seçək məsəl üçün 2 dəqiqəlik. Ethereum deyir ki, 2 dəqiqəyə qaqa göndərirəm. Yəni Ethereum-un özü dadeba girişir. Buradan da məsəl üçün yazsız max summa bassız və yazmaq istədiyiniz o 35 manatlıq BNB-ni buradan yazsız. Yuxarı qalx, orada şey göstərmədim. Nə? BNB-ni seçməlidir. BNB Ha, də buradan BNB seçirsiniz. BNB varsa sizdə BNB olacaqdır. BNB ilə göndərə bilirsiniz. Burada summanı yazırsınız. Yəni minimal deyir ki, bu qədər göndərə bilərsiniz. Summanı yazdıqdan sonra artıq həmin bu adresə göndərirsiniz və 2 dəqiqədən sonra sizdə burada olacaqdır. Yəni o pul, o BNB keçir bura. O BNB bura keçdikdən sonra siz nə edirsiniz? Keçsiniz bura. Keçdiniz bura. Deməli burada sağda alqı-satqı yeridir, bazardır bura. Buradan keçdiniz, məsəl üçün BNB ilə nə almaq istəyirsinizsə də seçirsiniz burada. Prosta hal-hazırda bizim coin təzədir deyə, bizim coinin öz şəxsi kodu var. Yəni tapmaq biraz qərizdir. biz bu dəqiqə PancakeSwap-a müraciət göndərmişik. O müraciətin təsdiqini gözləyirik. Yəni təsdiq eləyəcək. Prosta 2 həftə deyil orada. Yəni yəqin ki, axırıncı günlərə saxlayarlar. Normalda gələcəkdə, yəni siz bura CHC yazanda bizim coin çıxmalıdır. Bizdə indi çıxır burada. Çünki biz bura bizim bu kontrakt adresimizi yazmışıq. Kontrakt adresi də aşağıda ссылка kimi buraxacağıq. Yəni rahat bir şəkildə oradan götürüb. Hə, videonun altında Qapiravat edib ora qoya bilərsiniz. kontrakt adresi götürürsüz. Apisaniyada var hamısı. Yapışdırırsınız bura. Çıxır bizim CHC. Bastınız üstünə. Bura isə əlinizdə olan qədər BNB-ni yazırsınız. Məsələn də siz almısınız orada neçəsə dollarlıq, bu olur hardasa nə bilim belə bir şey. İfsə. Yəni 0.25 BNB-yə düşür bu qədər kripto hustle coin. Basırsınız buna və alqı-satqı başa çatır. Uşaqlar, burada high-risk sözü var. Yəni buna fikir verməyin. Coin təzədir. Ona görə də hələ ki belə bir yazı var. Yəni biraz alqı-satqı olandan sonra bir həftə, həftə yarıma bu aradan qalxacaq buradan. Yəni almağı göstərdiyinizsə bu cür ala bilərsiniz və bizim CoinMarketCap-ə biz yerləşdirmişik coinimizi. Yazırsınız CoinMarketCap, girirsiniz bura. Burada eyni qaydada coin təzədir deyə özü çıxmır hələ. Adresimizi yazdınız, çıxır CHC. Keçid edirsiniz bura. Hamıdan xahiş edirik burada. Buradan da yəni CoinMarketCap-də də qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan keçəndən sonra siz burada səs verə bilərsiniz. Yəni hamı girsin, bunu bir dənə belə qəşəng like bassın. Burada bizim qrafikimizdir. Şuralar baxın, inkişaf gedir. Yəni qiymət artımı var. Burada da bütün məlumatlar, kapitalizasiya, əsər məlumatlar burada hamısı. Nə deyə bilərsən? Üçünə, canı sağ ol. Yəni uşaqlar, biz bunu elədik. Başını buraxmırıq. Proyektdən çəkirik qabağa. CoinMarketCap da bax görürsən təsdiqləyibdi. Hal-hazırda düz demək olar ki, normal bazardayıq. Bizdə prosta ki indi bizə lazım olan nədir, qardaş? Bizə lazım olan odur ki, sizin dəstəyiniz. Siz nə qədər çox dəstək çıxdınız, hamısı qabağa gedəcəkdi. CoinMarket-də qabağa gedəcəkdi, PancakeSwap-da da qabağa gedəcəkdi. Bu havasıdır inşallah bir gün Binance-da dabaviç olunacaqdı. Prosta misal məsələ nədir? Məsələ ondadır ki, dəstək. Çünki burada o high risk yazılmalıdır, burada high risk yazılmalıdır. Bu coinin təzə çıxmağıyla bağlıdır. Yəni popularizasiyası olmamalı, populyarlığı olmamağından asılıdır. Yəni sən gəldin, dostun gəldi, bu birisi gəldi, bu problem ortadan qalır. Əsas odur ki, bu dəqiqə bizi PancakeSwap-ın özü təsdiqləyir, CoinMarketCap-ın özü təsdiqləyir. Sən də alasan. Tək bunlarda olmasın bu, səndə də olsun. O birisi qaqaşda da olsun, dostunda da olsun. Bu yəni bu coin hər an heç olmasa cibində bir dənə olsun. Bu məsləhətdir. Yəni qaqalar, bu bir başlanğıcdır. Yəni PancakeSwap-dan başlamışıq. Dayanmaq fikrimiz yoxdur. Yəni daha böyük birjalar, nə bilim, DEX-dir, Binance-dir. Yəni gedirik də qabağa. Dayandı yox. Yəni bizim yaxşı qabağa getməyimiz üçün, rahat getməyimiz üçün sizin dəstəyiniz lazımdır. Dəstəyiniz də dediyimiz kimi girib bu CoinMarketCap-də səs verməkdir, plus bizim coinimizi almaqdır. Onun da ona götdən gedir. Heç nə, gecəniz xeyrə. Gecəniz xeyrə.
Özünüzə yaxşı olun. Biz videonu çəkəndə saat 1-dir, gecə 1. Yəni biz də yorulmuşuq. Gedib sıçıb yataq da. Bəli. Gecəniz xeyir qalsın. Öpürük, dəstək çıxın. Qardaşsınız. Sevirəm sizi.